Gəldi belə baxdı diqqətlə, dedi ki, burun əməliyyatdır. Deyirəm ki, yox. Dodaqlarında nəsə var, deyirəm, yox. Makyaj da eləməyiblər sənə. Deyirəm, bəli. Deyirəm, amma mən aktrisa deyiləm. Dedi, biz səndən bir şey çıxalım. Mən heç vaxt aktrisa olmaq istəməmişəm, heç vaxt. Düz bu ay mənim 1 ilim tamam oldu İstanbulda yaşamağımın. O iş olmadı, o layihə batdı, alınmadı, amma mənim bura gəlməyimə bir vəsilə oldular. Nə qədər onlarla məhkəməli olsaq da. Maddi, mənəvi, fiziki olaraq o qədər hər şeyimi itirdim. Yəni mən 2 ayın içində 15 kilo arıqladım. Hər şeyimi satdım. Yəni nəyim, ayaqqabılarıma qədər satdım. Wow, belə hər şey necə itirmək olar da? Negativ duyğularla, qorxu və təlaşla həyatımıza yaxşı şeylər çəkə bilmərik. Bizim podkast seriyalarının növbəti 10-cu epizodundayıq və bu gün isə biz gedirik Türkiyəyə. Həmsöhbətim Turanə Hüseynli